Sabah xeyirli olsun, dəyərli traderlər. Hər vaxtınız xeyir, gününüz bərəkətli olsun inşallah. Yəni dünən qızıl haqqında danışdıq və son olaraq, yəni qızılda alış əməliyyatları vardı. Bir neçə alış əməliyyatlarını bağladıq, gümüşdə də bağladıq və paylaşdım sizə. Burada yadınızdadırsa dedim ki, bu maksimum iki variantdadır. Yəni yeni maksimumları yenidən qalxmaq üçün və bunu aşağı şamla bağlasa sürətlə eləyəcək. Yəni bizdə alış əməliyyatları bu nöqtələrdə var idi. Bu nöqtələrdə yəni alış əməliyyatları vardı və biz deyək ki 3 qatla burada satış əməliyyatlarını açdıq və qiymət bu nöqtədən $85 endi. Təbii ki bizə 85 yox, yəni bizə 30-40 dollar bəs edir ki biz əməliyyatlarımızı, bütün əməliyyatlarımızı bağlayaq. Burada baylar da sellərlə onu əvəz etdi və gəlirlə nəticələndi, bazardan çıxdıq. Təbii ki, axşam saatlarının 3 bucaq yaratdı, yenidən aşağı doğru istiqamətə davam etdi. Bildiyiniz kimi qızıl və gümüş təzyiq altındadır. Yəni bu bir mənalıdır. Yəni bu hədəf olaraq hara fokuslanıb, yəni hədəf olaraq nəzər çatdırım ki, yəni ilkin hədəf olaraq mart ayındakı minimum ki var, yəni 4100-lər, yəni 4072-lər, yəni ondan sonra təbii ki, bu dönüş nöqtəsi kimi biz bunu nəzərə ala bilərik. Bunu. Yəni bura qədər buna toxunsun və yuxarı doğru istiqamətə davam etdirsin. Yəni buradan bu trenddən çıxa bilməsə yenidən aşağı doğru, yenidən 4077-lər, 3991-lər, sonra 3797-lər, 3619-lar, 3468-lər. Yəni belə bir trayektoriya var, görsənir, amma nəzər çatdırım ki, yuxarıda alış edənlər üçün heç də yaxşı xəbərim olmaz. Nə üçün? Çünki artıq qiymət ilkin olaraq təbii ki, yadınızdadırsa, yəni 5585-lərdən də yuxarı istiqamət almışdı. Amma deyək ki, qiymət yəni maksimum olaraq 5500, yəni 5600-lərə qədər deyək ki, qalxdı. Ondan sonraki qalxmaq istəyirdi, amma 5423-lər yəni ona imkan şərait yaratmadı. Eyni zamanda da bir dəfə də cəhd etdi. Yəni qiymət 4888-lərdən, yəni biz yadınızdadırsa alış əməliyyatları vermişdik, take profit qoymuşduq bura. Mükəmməl nəticə ilə bağladı. Hal-hazırdakı vəziyyətdə, yəni ümumi istiqamət 4100-lər, 4072-ləri hədəfləyib. Alış əməliyyatları, yəni günün ikinci yarısından sonra yəni ola bilər olsun ki, alış əməliyyatları. O da ki, alış əməliyyatları qiymət yəni ən azından 4195-dən yuxarı formalaşmalıdır ki, yenidən alışlar olsun. Və bu cür istiqamətdə yəni davam edir. Yəni 1-2 şam qalxır, yenidən aşağı düşür. Yəni yem üçün biz bazara yenə girə bilərik. Kiçik ortla əməliyyat aça bilərik. Keçək biz gümüşə keçək. Gümüşdə nələr baş verir? Gümüşdə də yəni kifayət qədər endi. Yəni gümüş də qızıl kimi təzyiq altındadır. Yadınızda bu nöqtələri nəzər çatdırmışdıq. 63-ləri və 64-ləri həmin nöqtəyə gəldi. Ondan sonraki nöqtə 61-lərdir, 53-lərdir. Yəni 53-lərə qədər kifayətdir. Yəni o da təzyiq altındadır. Əslində demək bir çox qızıl almaq istəyənlər üçün əla fürsətdir. Biraz gözləsinlər, aşağı inandan sonra alsınlar. Biz dünən Telegram siqnal kanalında siqnalları paylaşdıq. Yəni alış əməliyyatları 44-dən 70-ə qədər, amma 17-18 dollarda gəlir verir. Satışlar düzdür. 42 90-larda, 4290-larda demişdi, amma ondan daha erkən gəldi. Deməli, haradasa deyək ki, 4315-lərdən sel siqnalları gəldi, mükəmməl nəticə ilə. Sonra gümüşdə buy əməliyyatları gəlir oldu, sel əməliyyatlarda. Yəni, Bitcoin-də buy yox, amma seldə gəlir oldu. Neftdə də, təşəkkür edirəm. Neftdə də, örtə bilərsiniz. Neftdə də satış əməliyyatları ilə əla nəticə verdi, qəşəng satış əməliyyatları oldu. Eləcə də funt, euro dollar alış əməliyyatları ilə take profit oldu.
Yəni bugün də təbii ki, biz yenidən siqnalları paylaşarıq. Bu neftə baxaq uşaqlar. Neftdə dünən neft nə etdi? Neft dünən axşam saatlarına qədər, yəni mükəmməl bir gəlir verdi. Bizdə 91-lərə qədər deyək ki, endi. Bizdə neçə idi sellər? Deməli, neftdə sel 95-də idi. Yəni mükəmməl eniş oldu. Bugün nələr baş verəcək? Yəni bugün gümüşdə alışlar, baxaq, gümüşdə alışlar aşağı nöqtələri sizə nəzər çatdırdım. Alışlar, erkən alışlar 64 500-lərdən gələ bilər. Yəni ikinci şam, təsdiqli şamdan sonra. Amma yenə 63 670-lərdən aşağı formalasa yenidən bir minimum vuracaq. Eləcə də qızılda da, yəni 4172-dən aşağı getsə, yenidən yeni bir minimuma imza atacaq. Biz elə bir ki, bunu take profit'i belə eləyə bilərik bura qədər. Formalaşana qədər. Belə bir şey deyə bilərik. Euro dollar, funt dollardan. Euro dollar, funt dollar bugün alışlar. Bu da əslində, yəni təzyiq altındadır. Yəni bu 5-ci gün enişini hələ ki hərəkət edir, həmin nöqtəyə qədər çala bilmir. Yəni bizdə qızılda da biz gözləyirik ki, bu nöqtəni doldursun. Yəni əsas boşluq hissəni doldursun, amma gücü çatmadı. Yəni hələ ki xəbər yox idi deyənə, yenə müharibələrlə bağlı partlayışlar, yəni tankerlərin partladılması və digər və sair məsələlərdən yenidən də görürsünüz ki, o acı xəbər yoxdur, amma ətrafda baş verən müharibələrlə bağlı o xəbərlər gəlir və təsir göstərir bazara. Deməli, alışlar bir nöqtə bu evron dollar rəqabətidir, bir nöqtə 15 550-lərdəndir. Satışlar yenidən 1.15 300-lərdən gələcək. Funtun dollar rəqabətində alışlar, yəni səhər saatlarında olub, yəni qalxış olub, amma əsas alışlar 1.33 920-lərdəndir. Əsasən 34 50-lərə qədər birinci hədəfidir. Bitcoin də uşaqlar, Bitcoin neynədir? Yəni Bitcoin də dünən dəyər itirdi, kifayət qədər dəyər itirdi. Yəni ümumi olaraq yazıldsa bizdəki 60-dan aşağı formalaşsa vəziyyət heç də yaxşı olmayacaq. Təbii ki, bu nöqtədən aşağı qalsa, 59-dan aşağı qalsa yenidən enmə müşahidə olunacaq. Və alışlar biz gözləməliyik, bir saatlı zaman intervalında gözləməliyik alışları. Əsasən də hansı nöqtələrdə biz alış verə bilərik. Yəni yaxşı olardı ki, biz gözləyək 61 880-ləri gözləyək və birinci hədəfi 62 250-lərə qədər. Satışlar, yəni bəlli məsələdir. 61-lərdən sonra yenidən satışlar olacaq. Sonra Nasdaq S&P Dow Jones-a gəldikdə isə uşaqlar, Nasdaq S&P Dow Jones-lar da yəni hələ ki korreksiyalara məruz qalıb. Yəni onlar da hələ ki bu korreksiyadan sonra təbii ki trendi kəsməsə yenidən yuxarı doğru istiqamətə davam edəcək. Yəni bütün kütlə əksəriyyəti əməliyyatları qızılda və gümüşdədir. Yəni hələ yeni bir minimum vurur. Yəni ona görə biz kiçik lotla bir yem atdıq bazara, baxa görə ümumi istiqamət aradı. Amma çalışma lazımdır ki, yerli saatdan saat 10-dan 11-dən sonra yəni istiqamətə uyğun əməliyyat açarıq inşallah. Təbii ki, sel əməliyyatları gələr, amma sel əməliyyatları gəlməsinə gələcək. Amma ki, biraz tərəddüdlüdür. Yəni bizdə bayımız vardı, bir dənə sel verək. Yəni bu sel üçün də yəni hardasa nə qədər bir 20 dollarlıq bir take profit qoyaq. Baxa görə nə olur? Yəni aşağı doğru istiqamətə davam edir. Yeni bir minimum vurub yenidən yuxarı qalxarsa, formalaşarsa alış verir. Amma çalışma lazımdır ki, günün ikinci yarısından sonra əsasən istiqamətə uyğun əməliyyat açmaq lazımdır. Amma 10-dan 11-dən sonra bir yön ala bilər. Dünən diqqətlə baxın, yerli saatdan saat 17:30-dan sonra bazar hərəkətə gəldi. Saat deyək ki, ən azından 6-dan sonra istiqamət aldı. Yəni bugün də həmin nöqtələri biz gözləyə bilərik. Burada buy və sell olduğu üçün biz buy biraz yuxarı qaldıraq.
Nə üçün? Çünki sel asandan sonra ümumi olaraq yuxarı ola bilər deyənə biz seli yaxın qoyduq. Belə, uşaqlar, uğurlar sizə. İnşallah görüşmək ümidi ilə. Sağ olun.